Filmlərə baxın. Bunlar İranın cavanları idi ki, 8 il cəngidə qanlarından geçdilər, canlarından, xanavadələrindən. Bu bir şərəflər həmən əraqlıdırlar ki, bu cür işkəncə edirdilər bizim cavanlarımızı. İndi neçə müddətdir həmən bunların törəmələri, nəvə nəticələri gəlib dolubla Təbrizə. Hara baxsan əraqlıdır. Danışçılarla danışırsan, deyə əraqlılar gəliblər burada danışırlar. Bizim ustadlar bunlar bizdən çox himayət edirlər, tez-tez nümrə verirlər. Bəziləri də elə cequn-mequn giyirlər, şəlvarək ilə düşüb Təbrizə yaşlıq edirlər. Bu arada bəzi adamlar da gəlib bunlardan himayət edir ki, işiniz olmasın, bunlar gərdişlərdilər, buracaq gərdişlərə yetirəm. Ağa, bunlardan gərdişlər çıxmaz. Bunlar xaindirlər. Necə əfqanlılara çox üz verdiniz, 12 gün cəngilə gəldilər, burada xiyanət elədilər. Bunlar onlardan da pisdir. Bəzi adam bilmirəm, ya çörəyə əraqlılardan gəlir, ya da bilmirlər nə danışırlar. Əziz bazım, əziz qardaşım ki, bunlardan himayət eləyirsən. Bunlar gərdişlərdir. Nə indi bizim məmləkətimiz o yerdədir ki, gərdişlər gələk. Bizim özümüzə burada bərqi yox, su yox. Biz gərdişləri nə edirik burada? Özü də əraqlı. Bizim şəhidlərimiz namusa görə, torpağa görə gedib canların, qanların veriblər. İndi həmən adamlar gəlib burada Təbrizdə əyyaşlıq edirlər. Bura Təbrizdir. Biz qonaq sövərik, vəli həddinə can, hududuna can. Qonaq cızığından çıxsa, qapılarına can qovalarıq.